Sabahınız hayır olsun. Siz izləyicilər, bugünləri öz bağımdan olan məhsulu sizlərlə paylaşıram. Gördüyünüz kimi öz bağımın armududur. Bu da bağımda olan xiyarlardandır. Sonra paxladır. Kendilerinde bilirsiniz nə də olmasa, yani əkin əkirlər. Burada da yeni de öz bağımın məhsulu var. Gördüyünüz kimi. Dizlənişiblər otun altında. Bu da öz bağımdandır. Var belə bir iki üç ağac armudum var. Şəftəli var idi. Gülü də var idi. O da qurudu. Kürçayına yaxın ot deyə zinə onu qurutdu. Zinə qurutdu deyə kövrək ağacı da zinəyə dözümü yoxdur, tez yanır. Zinəyə dözümü olmadığı üçün tez yanır. Bu da nar şitirlərimdir. Bunlar da nar şitirlərdir. Bunlar da gələcəkdə aparıb sahələrə əkiləcək. Sonra burada bir yine de bir armudum var. Gördüğünüz gibi. Yine armuttu. Köşe. Öz kapuğun təbii məhsulu. Kənd həyatı. Kənd həyatı sevənlər kanalımıza dəstək olarsınız. Videomuzu paylaşarsınız, abone olarsınız. Kanalımızın da yeni olduğu biraz dəstəyə ihtiyacı var. Hər birinizə təşəkkür edirəm. Bizim bağçadan köşək çiçəklər. Bu da fındıq ağaclarıdır. Fındıq ağacları bu yılları kalan fındıq gətirib. Deməli burada 3 dənə fındıq ağacı var. Yəni biri burada bu yüzden. Biri də bu böğürdədir. Balaca otində. 3 dənə fındıq ağacı var. Bir ikisi de o böğürdədir. Kalan həmişə məhsul verir. Burada gördüğünüz gibi bağda. Bu da bir armut. Dedik bunun çalağıydı. Hem armutluydu hem de almaydı. Alma olan hissesi gördüğünüz gibi. Yarın məhsul çürümüşdü də, qurtlayıb düşür.
məhsulun qurd düşür, məhsul zayılır. Bu da əncil ağacıdır, böyük bir əncil ağacı. Böyük əncil ağacı. Bu da kırmızı çeşme. Yani gilas deyirik. Evvelinde gilas deyirik. Kırmızı gilas. Öküz rəyi. Burada nar bağında. Narda da məhsuldarlıq çox zəifdir bu yılları. Çox. Həqiqətən çox zəif oldu. Narda məhsuldarlıq bu yıl zəif oldu. Bu armudda calaq armuddur. Birinci səhər elə bir ilk birinci calaq olan ili nübarlıq gətirmişdi. Çox böyük idi, çox qəşəng böyük armud idi. Sonradan armud belə cırradı bax, oldu bax belə. Oldu daş armudu oldu. Yəni göy şəkildə oldu daş armudu. Bax birinci calaq ili yaxşı oldu. Ondan sonra armud çox zəiflədi. İndi o da bilmirəm nəydəndir. Bu da bizim gözəl çiçəklərimiz. Çiçək sevərlər. Əziz xanımların sevdiyi şey çiçəklər. Çiçəkləri də çiçək sevərlər üçün çəkdiyim. Videonuzu bəyənib paylaşmağı unutmayın. Hər birinizə təşəkkür edirəm. Mən öz kənd həyatımda gündəlik olan həyat tərzimi, kənd həyatına aid videolar paylaşım edəcəm hər gün. Hər bir heyvandan fərq etməz. Kəndimə aidsə onların hamısından çəkiliş edəcəm inşallah. Videonu paylaşıb bəyənməyi unutmayın. Kanala da dəstək olmağı hər birinizi dəvət edirəm. Hər birinizə təşəkkür edirəm. Kanala da dəvət olun. Paylaşın, dəvət eləyin dostlarına. Bu da mənim bu yanımdır. Bu yanım. Kənd həyatı. Bu da mənim ceyranım. Bax, görsən necə qaşınmaq istəyir. Deyir, boynumu qaşı. Özün sürtür divara. Bu peyxo ağacı da məndə 2 dənə idi. Çox zəif inkişaf elədi. Peyxo ağacının da biri burada idi. Bax, qurudu. Yəni bir neçə ildir bizdədir. Sadəcə olaraq məhsul verirdi, amma tam olaraq nübar eləmədi məhsulunu. Yəni hamısını tökürdü. Bax, burada gördüyünüz kimi belə balaca gül yeri də var hələ hətta. Görürsünüz. Bax. Gül yeri də var. Beləncəsində məhsul verirdi. Amma hamısını tökürdü, saxlamırdı.
Burada kənd həyətindən bir çiçəklər dəstəsi olaraq buna da bir çəkiliş etdim. Videomuza gözəllik qatmaqdan ötürü. Videonu izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm, minnətdaram. Kanalımıza dəstək olun, abunə olun, videonu da paylaşmağı unutmayın. Dostları da dəvət edin, paylaşın. Hər birinizə təşəkkür edirəm. Yeni videolarda yenə də görüşənə qədər.